2, 1. Çekmek istesen aktör. Fazla ora bir dənə güc qalsa qəl olar, hə? Güzgünlüyü enişsən. Necə yəni yenirsən, bəzənəcəm. Fotuş, keçdir orada. Ay Fazıl, nə ağarsan? Və demirlər uşağın güzgüsüdür, ged bəzən. Hə, onda yoxlayaq da bu güzgünü. Oğlum, de görüm mən dünən axşam yalnızda olmayanda atan kimlə danışırdı? Bir dənə xalayla danışırdı, deyirdi uşağı qoymaya gələcəm yanına. Eləmi? Nə deyir uşaq? Burada heç eşidilmir. Necə yəni heç nə eşidilmir? Gəbirə görəsən sənin nətər eşidilmir. Oğlum, alma günləri mənim kaşlokumdan nə qədər pul götürdü? 300 manat götürdü, sonradan 100 manata götürdü. Bəs neynə də o pulları? Dayıma verdi. Həqiqi buradan heç nə eşidilmirmiş. Sizcə hansı gənclər evi idi? Oradasınız. Qaldırın baxın plakatlarınızı var. Gətirmişsiniz. Gördün? Saatlı gənclər evidir, bəli. Bura saatlı idi. Bəli. Nə, ay Allah, necə tapdınız? Necə tapdınız Aysel xanım, necə tapdınız, ay Allah. Pey uğurdu. Yaxşı, Afaq xanım, siz nə tapdınız sujetdə? Siz sujetdə nə tapdınız? Sujetdə onu tapdım ki, bu internetdən götürülmədi. Təkrardır yəni. Bəli. Bəs aktyorluq, oyunçuluq dəyərləndirsək? O yaxşı idi. Yaxşıydı. Yaxşı idi, Rafael müəllim bəyəndi. Coşqun müəllim, Bəyənmədim. bəyənmədiniz. Bugün nəsə Rafael müəllimlə fikirləriniz üst-üstə düşmür heç. Niyə də düşməlidir axı? Deməli, nə? uşaqlar deyim ki, əziyyət çəkiblər. Heç bir əziyyət yoxdur burada. Əziyyət görsənmir. Sadəcə olaraq Rafael müəllim düz deyir. İnternetdə var bu. Aha, Bir də əziyyət ki, görün. əgər çəkiliş meydançası tapa bilmirsinizsə, ən azından hansısa bir dostun, xalanın, bibinin, dayının evindən istifadə eləyib, heç olmasa interyeri bir gözəl təqdim eləmək olar da. Ya ana obrazını, ya ata obrazını, yəni bu təsbihlə, papaqla, indi nə bilim, Amma Coşqun müəllim aramıza qayıtdı, buna sevindim. Kim Coşqun yazıb müəllim geri inşallah? qayıtdı. İnternetdən götürmüsün. həm sizin aranızda nə işim var? Biraz əziyyət çəkəydim gərək.